Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Bugün sizlərə Xırdalan şəhərində Bakı-Sumqayıt yolunun kənarında yeni bir mənzilin çəkilişinə gəlmişik. Təqdimata başladıq mənzilimizin qonaq otağından. Mənzilimiz orijinal 2 otaqdan 3 otağa düzəlib. Mənzilimizin qonaq otağıdır. Belə bir geniş səliqəli qonaq otağı var. Ümumi sahə 103 kvadrat, şəxsi istifadə üçün təmir olunmuş bir mənzildir. Mənzilimiz həm əşyalı, həm də əşyasız formada satılır. Burada yerləşir mənzilin mətbəxi, studiya mətbəx tipli qonaq otağıdır. Şəxsi istifadə üçün təmir olunub, sənədi kupçadır. Keçək burada mənzilimizin əsas giriş qapısına. Burada belə bir perixojni mebel yığılıb. Burada belə bir perixojni mebeldir. Burada yerləşir sanitar qovşaq. 16 mərtəbəli binanın yerləşir mənzilimiz 12-ci mərtəbəsində tam yaşayışlı binadır. Qazı suyu işığı daimidir. Binada sürətli 2 lift, geniş həyət 24 saat mühafizə mövcuddur. Burada yerləşir mənzilimizin balaca yataq otağı. Mənzilimiz iki formada satılır. Həm əşyalı, həm əşyasız formada. Xırdalan şəhərində Bakı-Sumqayıt yolunun tam kənarıdır. Şəhər istiqamətinə gedən taksi və marşrutlar binanın qarşısından keçir. Burada isə yerləşir mənzilimizin ikinci yataq otağı. Bu yataq otağında görürsünüz genişliyi yaxşıdır. Keçək mənzilin balkonuna. Bura mənzilimizin balkonudur. Qaz sayğacı burada quraşdırılır. Bura Bakı-Sumqayıt yoludur. Mənzilin əşyasız qiyməti 137.000 manatdır. Əşyasız qiymətə kombi və mətbəx mebeli daxildir. Əşyalı qiyməti isə 147.000 manatdır. Hər iki halda qiymətdə endirim nəzərdə tutulub. Sənədi kupça. Daha ətraflı məlumat üçün bizim profildə telefon nömrələrimiz qeyd olunub. Buyurub əlaqə saxlaya bilərsiniz. Həmçinin bizi YouTube, TikTok, Instagram kanallarından da izləyə bilərsiniz. Bugünlük bu qədər. Çox sağ olun.